Hamınıza salam dostlar. Bugün e-futbola qaldığımız yerdən davam edirik. Bugün 3 dənə bildirim var idi kutuda. Girdim, baxdım. Van Dijk var. Bayaqları giriş bonusu var idi, onu aldım. İndi yüksəldəcəm səviyyəsini qoyacağım stopera. Elə stoper də lazım idi. İndi gol oldudan penaltımızı ataq. Sonra keçək. Deyəsən bugün 30-cu ilin ödülləri gəlməli idi. Bugün bilmirəm dəqiq. Vurdum. Qəşəng. Mən də buna baxdı bilmirəm. Oyuncuları robot kimi göstərir. Böyük ehtimal verəcək burada. Hə, verəcək. Yes. Və Frank Ribery'ni də beləcə almış olduq. İndi yeni ödül olacaq burada. Rastgele gücləndirmə jetonu. Nəysə, bu heç önemli değil. Kesin indi kutudan Frank Ribery'ni və rota ödüllərini alaq. Frank Ribery'e biraz verəcəm. Biraz da Virgil van Dijk'a verəcəm. Birinci, Frank Ribery'ni bir 10 səviyyə atladaq, heç olmasa. 4 dənə belə verək. Nəsə oldu? 89 bəsdir. Virgil van Dijk'a da nə var basaq? Çünki Virgil van Dijk daha lazımlıdır. Çünki o müdafiədir. Hücumumuz pis deyil. 93 oldu. Qalan da nə qalıbsa basım da Frank Ribery. Bir dənə qalmışdı, bundan bastım. Bəli, Frank Ribery inşallah 90. Bəli, 90 oldu Frank Ribery. Buradan takımımızı alaq oyuncuları. Sonra görə əgər gəlibsə asaq. Frank Ribery'nin mövqeyi nədir? Ofansif orta saha. Onun yerine qoya bilərik. Qəşəng. Və Virgil van Dijk'ı da kimin yerine qoysaq? Kimiydi? Mən kimin yerine qoydum? Bura qoysaq. Düşəcək. Neysə. Qalsın elə. Buradan bu Davinson Sanchez'i də. Belə. Всё. Hərlik bitdi. Frank Anayanı dəyişdirmək istəyirəm. Çünki Frank Anaya həddindən aşağıdır da onun reytingi. Görüm əgər gəlibsə 30-cu il ödülləri asım. Yoxdursa gözləyək. Nə vaxt gəldi o vaxta sarıq. Hələ başlamayıb. Amma 2 dənə varımızdır yəni. Nostalji paketi də gəlmişdi. Onu aça bilmədik. Neysə. Gedək oyun oynayaq biraz. Etkinlik. YZ'ye qarşı etkinlik oynayaq. Time Leap Trials diye bir şey var. Onu oynayaq. Görə ödülü nədir? Ödülü nə idi bunun? Təsadüfi anlaşma 30-cu il ödülü. Neysə, bu yaxşıdır. Bunu eləyə bilərik. Başlama vuruşundan başla. Amatör, süper yıldıza qədər gedir. Süre kayıt yok. Bəli, başlayaq. 10.000 gümüşdə 10.000. Elə 10.000 verəcək hamısında. Neysə. Başlayaq. İlerləyə masa alanına gidiş. Zamana karşı hücum nedir? Belə şeyler göstərir. Və başlayırıq. Bu nədir? Oyuncular məndə niyə belə bağdadır? Neysə, bu oyunu oynayaq, sonra çıxıb girərəm də. Bu nədir belə? Pas attım. Messi olmalıdır bu. Hop. Qəbul elədi. Keçdim. Pas attım. Vurdum. Vura bilmədim. Bu oyun niyə belə oldu? Mən bilmədim. Out. Neysə, bu mas bitsin. Çıxıb girəcəm. Videonu saxlayacağım. Çıxıb girəcəm. Sonraki time trialı elə oynayarıq. Bu kimdir bilmirəm ama vururam bundan. Kim olduğunu bilmədən pis olur. Onda bir dənə bu oyun bitsin. Mən çıx gir eləyim, elə videonu asaram. Sizin də gözləriniz adam gözü bulanır. Uşaqlar, oyun bitdi. Ayda bu özü beləymiş. Bu görüntü özü beləymiş. Mən də neçə dəfə çıx gir elədim də. Dəli oldum ya. Görüntü özü beləymiş. Çünki qardaşım da yoxladı. Qardaşımda da belə oldu. Neçə dəfə yoxladıq. İndi
Kickoff başladı. Bu deyəsən, necə deyim? O 2006-2009 PES var, onun görüntüsü deyəsən bu. Nostalji üçün belə veriblər. Çünki mən inanmıram belə bir dənə bağ olsun. Deməli. Pasını attı oyuncusu. Ala bilərəm topu. Aldım. Vurdum və gol. Deyəsən gümüş madalya verəcək. Qızıl verməz. 4 antrenman proqramı yaxşıdır. Yo, altın verdi. Yaşa. Sonraki mücadələndə oynayaq. Sonraki mücadələdə deyəsən pro idi ya amatör idi, nə idi bilmədim. Amatör deyəsən bayaq elədiyimiz idi. Bu deyəsən pro indi. Başlayaq. Belə bir dənə pas havadan saxladıq. Getdik. Pas atdı qabağına. Bu necə plas idi bilmədim. Vurdum. Pramay. Qapısı daha doğrusu bayra çıxdı. Rekordum 30 saniyəymiş. Mənim rekordum nə var 30 saniyə olub. Hə, deyəsən bayaqki oyunda 30 saniyədə vurdum. Nəsə rekordumu keçəmədim. Pası verdi. Vurduq. Ayda. Çox qəşəng vurmuşdum. Plasede olsa, amma çox qəşəngdir. Voley plasede çətin olur. Vurdum. Çox hündürdən getdi. Nəysə, burada bronz madalya alacaq böyük ehtimal. Amma bronz madalyanı sevmirəm. Nəysə, eyb yoxdur, heç nə olmaz. Əsas odur da. Pas attım qabağına. Attım. Qapısı tutdu. Mən əslində indi bu dəqiqə kullandığım oyuncusuna qabağına atmaq istəmişdim pası. Səhv yerə atdı. Bu oyunun səhvidir, mənim deyil. Oyunun səhvi deyil. Səhv algılayıbdı oyun. Hop, kafa. Kafa niyə vursa? Niyə voley vur da? Çox qəribə görünür oyuncular. Adlar da yazılmış üstündə. Çox pis oldu. Görün, təzədən başlatmaq olur. Nəysə, eyb yox. Tərk etmək olur, o da lazım deyil. Bir də dəqiqə çox oldu deyənə lazım deyil. Deməli, topu ala bilsəm. Pas attım qabağına. Vurdum. Yenə qol olmadı. İkinci dəqiqədə, 2 dəqiqədə vuramıram, qol. Deməli, oyuncunu dəyişdirdik. Top ala biləcəm, alamadım. Ayda bir süper yıldıza falan necə vuracaq qol. Bunları hələ vura bilmiriksə. Deməli, topu aldım. Çıxdı. Biraz tez satsaydı çıxmazdı. Bunu bildim bu arada. PES 2006 idi deyəsən, nəsə idi. Onda var idi bu görüntü belə. Ayda topu ala bilmədim. Nəysə, sıxışdırdım. Hə, aldım. Haydi yenə. Aha, top məndə. Pas attım. Çıxartdım qabağına, attım. Yenə qapısının üstünə getdi. Nəysə, vaxt bitir. Elə tərk edeyim. Təzdən başlayaq. Dəfə tez vuracam. Orada bayaq səhv elədim ona görə. 30 saniyə kesməyə çalışacağam, yəni. 3 dakika içində qol atmalıyam. Ona görə o belə qırmızılaşdı. Qırmızılaşdığı üçün də təzdən oyuna. Başladıq ikinci oyuna. Üzü belə görünmür adamın. Pas atdıq. Tam oyuna. Qəşəng bir pas. Sadəcə orada topu almasaydı məndən. Lap qəşəng olardı. Pas atdım. Vurdum. Çox pis vurdum. Rekoru qıracaqdım. Əgər yaxşı vursaydı. Ayda. İndi qapısı da yarım saata başlayacaq. Ora bax. 25-ci saniyədə olar topu alacağım bəlkə. Onu da eləyəmədim. Sıxıram, ala bilmirəm ki. Aha, Qapısı da atacaq uzağa indi.
Şey pas attım. Vurdum və gol. Gözəl bir gol. Hədəfi tamamladıq deyəsən. 4000 antrenman programı da belə gəldi. Keçək. Digər meydan oxumaya. Bu dəfə bilməm, deyəsən süper yıldız olmalıydı. Tez biraz cəzli oynamalıyıq. Pas attım qabağına, düz qabağına. Burada vuramasam da axmağım. Uf, rekoru qırdım. Rekorumu qırdım. Özdə çox asıq ara fərqlə də. 5 ulduzlu oyuncu alacağım. Bu arada çox bizə təsadüfi anlaşma verdi. 8 saniyədə atdığı qolu. Mükəmməl idi də. Neyse, bu deyəsən axırıncıdır. Bunu da oynayaq. Sonra çıxaq. Biraz da ligdən oynayarıq. Əgər nəsə bir anlaşma falan olmasa. Paket. Pas attım. Attım qabağına. Vurdum. Bu da bitdi. Belə, bunu da 9 saniyədə falan bitirdi. Ən yaxşı olmasa da bu da qəşəng idi. Deyəsən bitdi. Aha, Diego Carlos'u ala biləcəyik daha. Nəysə, bu stoper lazım deyil. Bitdi bu. Baxın. Yo, hələ amatör oynadım mən. Hələ orta səviyyə, bir də süper yıldız var. Mən eyni şey oynayıram. Bir şey yarım saatdir. Xəbərim də yoxdur mən. Gərək sıxın bir. İndi amatör orta səviyyəni oynayaq da, sonra süper yıldızı keçək. Süper yıldızda çox deməməliyik əmək. O da ki, elə birdən. Şey bir pas. Uzaqlaşdırdı. Ora nə getdi top? Aha, pas attım. Düz qabağı, ayda pis attım. Ala biləcəm topu, ala bilmədim. Qəşəng. Topu da aldım. Qəbul eləyənmədim, gəlmədi mənə. Nəysə, top yenə məndə. Pası attım. Qəşəng attım biraz. Haydi, qapçıya verməsəydi. Qapçıya verməsə bu arada, çətin oradan çıxardarlar topu. Qapçı götürür, Pramanı qabağa atır. Ona görə topu da ala bilmirəm, ora bax. Orta səviyyədə belə gol yazam, indi birazdan. Offside-dır bu, nədir ki? Anlamadım. Hə, offside-dır böyük ehtimal. Başlayayım tez. Attım. Yuxarı pas. Aşağı pas. Belə. Getdim. Vurdum, olmadı. Qaldırdım sarı. Neynir bu? Yaxşı bir dənə gol vuracaqdım da. Pas attım qabağına. Vurdum. Gol. Gözəl bir gol daha. Deyəsən, gümüş madalya verəcək. Altın verən deyil. Bronz da verməzlər herhalde. Bronz verəcək. Madalya sonunda. Bitti deyəsən. Neysə. Biz... Hə, bu ekdir. Süper yıldızı da oynayaq. Eyb yoxdur. Bunu da bitirək. Ek de olsa. Yəni o bitirəydi. Bura pas. Qabağına. Topu ala bilmirəm. Arabayı indi çox tez paslaşacaqlar. Topu almaq üçün sıxışdırmalıyam. Görürsən, uzaq paslaşırlar. Bayaq eləyə bilirdilər bunu. Onlar bana qol atacağı. O problem var. Onlar qol yatacağı mənə. Uzaqlaşdırdım. Düz də qabağına attım. Tuttum topu, gedirəm.
Saxladım xəttə. Pası atdım. Bir dəfə də qabağına vurdum. Qapısı tutdu. Qaldır. Ayda qaldıra bilmədim. Dəydi ona. Pas atdım. Bura pas atdı. Neyse. İnandıram 1 dəqiqə 3 saniyə hiss eləmədim keçməyini. Oh. Qaldırır, yaxın oynayar. Mən qol yazam indi. Pası verdim qabağına, düz ayağına. Düz sinəsinə daha doğrusu. Götür də topu da, görsən alacaq. Götür də topu, nə olacaq ki? Deməli, aldım bundan topu da. Pas atdım. Düz ayağına, hop. Çəkə bilmirəm də, atıram çəkə bilmirəm. Nəysə, qutarmayacam, bunu lazım deyil. Çətindir çünki. Qol yemirəm, amma vura da bilmirəm. Bədniyyəbətliyimə baxayım mən. Neysə, uduzduq deyəsən. Çıxdım. Görək indi gələn kutumuzda nələr var. Dolu be, Allah bilir. 13 dənə. İndi baxaq görək nə var. 10.000, 10.000, 10.000, 1.000, 4.000, 4.000, 4.000, 10.000, 10.000, 10.000, 10.000. Nətər yəni? Heç nə yoxdur yəni asılmalı. Ayda nətər Görevlərdə nə var? Görevləri eləmişəm. 17 dənə görev var nostaljidə. Simini aldım. Buna da yerləşdirmə var. Müzakirə etsin. Neyse. Gərək indi bir dənə də ligdən oynayayım. Burada bir yana da var. Kariyer hedeflerində 10 dənə var. Hamısını yığar. Benim bir müziki. Bir dənə də e-futbol ligində görev var. 10.000 antrenman programı 2 dənə. Nə deyir? Bir dəqiqə. 1-ci klasmana yüksəl. 7-ci klasman 6, 5. 5-ci klasmana yüksəlmək yaxşı olardı. 321.000 cipim var. Bəlkə deyirəm. Bir dənə özümüzə menajer alaq. Olsa Mourinho var. Almaq istəmirəm Mourinho'nu. Çox bahalı olmasın. Mourinho Rebiori Azərbaycanlı hansı komandandır bilən varsa yazsın. Neyse mən Gasperini alacağım. Top hızlı kontratak yaxşıdır bunda. Baxın. Mourinho da nədir? Mourinho var bəzbaddır. Bielsa da hızlı kontratak. Uzun topla kontradı bunda. Aslında bunu ala bilərik. Açıqda. Neyse biz yaxşısı bunu yox. Şimdi bunu alaq. Görək hızlı kontrataktır bunda. Neyse hamısı yaxşı olan birini tapım. Bak. Bunda bir dənə hızlı kontrataktır. Ripa'ya baxın. Ripa'da açıqlayana uzun topla kontra. Uzun topla kontra istəyirəm. 5 yıldızlı. Nə başa düşmədim. O deyə sahib. Neyse. Bir daha menajerimiz de geldi. Tray menajerimizi takım başına koyaq. Sonra kesək oyunumuzu. Ripa. Oydu. Düşdülər bunlar.
Ribery. Ribery nə hara qoyun bura? Bu yeri elədi. Son. Deməli. Oyuncunun yerini dəyişə bilmirəm. Bu niyə dəyişəm? Nəysə. Stoperlərdir bunlar. Qapıya qoyayım illa. Neyini mi? Hə. Valverde. Valverde'dən neyini bilmədim də. Neynirəm mən? Nəysə, Messi'nin yerinə qoyun bunu da. Arnold buradadır. Deməli. Nəysə, keçən oyuna çox belə şey lazım deyil. Başlayaq birinci oyuna. Nə gəlir? PvP kategorisi 8-ci ligdəyik. 7-ci ligə düşməyə çalışacağam. 3 puan alsam, maçları uzadacağam, eləyəcəm. Yəni bu oyunu utsaq, düşəcəm 7-ci ligə. Bu oyunu tapsın. Uzun çəkdi, videonu kəsəcəm. Yəni dayandıracağım. Tapdı. İlerləyək. Deməli uyğun pozisyondan nə deyir? Yəni heç nə tapdı. O belə güclü rəqiblər tapırlar mənə. Əsəbləşirəm də. Məndən güclü rəqiblər tapmayın da. Bu hiylə olur. Nəysə heç nə olmaz. Nə olacaq da oyunda. Dəqiqə. Davinson Sanchez'i bura qoysaq heç nə olmuyor. Yəni bunu qoyun bura. Rəqibə baxın bir daha. Burada belə çox şey deyil. Nə ola bilərəm? Görün. Bu Messi'nin 98'dik. Mesela Foden hücumda olsun. Messi ilə yerini dəyişim lap yaxşı. Foden qalsın burada. Davam edək. Belə yaxşıdır. Messi hücuma qoydu. Ay. Messi necə kəllə atacaq? Mən niyə bunu düşünmədim? Neyse onu da dəyişmək istəmirəm. 2 dəqiqə dəyişim. Ya da dəyişməyim. Neyse kafalıq oynamaram mən də. Neyse başlayaq da. Belə. Oyun başlasın. 7-ci liqa düşün. Videonu bağlayacağım. Oydu. Yox, yeməzlər koçsun. Oy, 2-ci dəqiqədə gol yedim. Gol sevinci deyir hələ. Alsan. Sənin intiqamını alacağım. Beri Arnold. Arnold qaldırdı. Messi qalıb orada. Mən Messi ilə kəllə gözləyirəm. Qaldırdım. Messi gözləyin. Yox dəyişəcəm. Yox Messi olmaz. Messi'nin hücumu olmaz. Foden'u qoyacağım sonrası Foden. Foden. Yox. Olmaz. Şey. Can top 6 pas. Neyini qoyun deyə bu Valverde. Neyini raxı bu? Axmaqdır da. Son. Valverde attı. Phil Foden neysə işini. Akanji attı elə qabağa. Elə qabağa da. Marmuş. Yediğim qola bax bir dənə. Bu hardan vurur gol girir? 2-0 oldu. Messi. Aha aldım. Geçtim Messi.
Qaldırdım. Foden. Ölüb elə bil Foden. Çatdı. Ha, biz başlayırıq. Olana bax da. Phil Foden. Ala bilmir. Foden da top almır. Baxır elə. Deməli. Robertson, Messi, Van Dijk. Yaxşıdır, vura bilmədi. Onda vursa o da gol girərdi. Foden elə gizlənir adamların arxasında. Top gəlsin, bu vursun. Aha. Qəşəng. Bəli. Yenə kəsə bilmədi Foden. Foden heç nə eləmək üçün deyil ki. Pas atdı. Messi çatdı, çat. Üf. Yenə zırradı qabağa. Başqa işi yoxmuş kimi. Messi. Ayda! Qəşəng vurmuşdum. Qapıya girsə qəşəng olardı. Biraz uzun oynayayım. Ana bax, o Pramo uzun oynayır. Haydi, onda onun müdafiəsi biraz qabaqda olar da. Pas atdım. Phil Foden sadəcə bir dənə baxmaq üçün qalıb. Əgər Phil Foden heç nə eləmək olmur. Yüksəkdən at geçsin də, siz heç nə işə yaramırsınız. Nəysə. Frank Ribery ala bilmədi. Messi. Ribery aldı. Pas. Qəşəng Ribery. Vurdu Ribery və gol. Qəşəng. Nəysə, atlayayım da. Ən azından yazıqdır. Nəysə. Qəşəng. Birinci qolumuzu atdıq. İnşallah comeback atarıq. Qəşəng. Pas atdım. Ribery. Arnold. Ayda yenə götürdü topu da. Qəşəng qapısı. Canavarsan Donnarumma. Donnarumma canavarsan. Tutdu en azından bunu. Corner. Van Dijk, Van Dijk, Van Dijk. Al al. Qəşəng. Uzaqlaşdırdım. Foden. Messi'nin qabağına. Messi al. Messi al da Messi. Neyse, birinci yarı bitti. İkinci yarıya başlayırıq. Başladıq. Döndərməliyəm mən bu oyunu. Uduzmayayım. Düşmək istəmirəm ligdən. Arnold. Attım. Foden'a. Foden axır ki bir işe yaradı. Kəlləni vurdu. Foden. Qabağını oynadı. Frank Ribery. Ribery. Vurdu. Arnold. Qaldırdı. Son. Vura bilmədi. Eyb yoxdur. Dur. 6 pas. Gel bura, gel bura. Ay da. Bir de Valverde ne? Mən pas atmayacağım Valverde'ye. Allah'ın da qoyun diye bu Valverde. Topa vurmur. Attım Ribery'nin qabağına. Ribery. Phil Foden. Gol. Bax belə. Gol sevincini də eləyirəm. Bax belə. Comeback'ı da atdıq. Gol sevinci eləmək nə olmur bu iş. Son gedir. Son. Attı Phil. Phil Foden. Çəkdi. Attı. Ribery. Ribery. 3-0. 3-2. 3-0. Çox getdim. 3-2. Comeback'ı belə atırlar. Qəşəng. Deməli. Frank Anaya. Attı. Çox attım. Deməli. Neysə. Topu ata bilmədim. Arnold tez get. Qəşəngsən. Canavar Donnarumma. Ahtapot musun? Donnarumma halal olsun. Qəşəng Arnold. Allah bizim takma nasıl oldu ikinci yarı.
İkinci yarı çox qəşəng oynayırlar. Halal olsun bunlara. Bir dənə bax indi söz dediyim gərək bir dənə qol yeyim də. Bura bax. Bura. Qəşəng canavarsız. Onda da Kaysedo var. Oo. Deməli, Varela vurdu. Donnarumma. Bu da ki, boş qapıya vurmaq üçün ölür də. Nəysə. Döndərəcəm. Getdik. Yuxarı göstərim, atdığı yerə bax. Onlardan çıxdı herhalde. Onlardan çıxıb qəşəng. Qaç. Messi atdı Riberinin qabağına. Riberi saxladı. Haydi ata bilmədim mi? Məndən çıxdı. Deməli, pas atdı. Yox. Akanji oyunu qapsıyor. Götür, uzaqlaşdır. Bu neyini? Onu da ikili üzüm oynayacağım. Fikir verməmişəm. Yox da. Fikir vermədim, oyun başladı. Şeyi dəyişirdim. Pas atdım aşağı. Son da top saxlaya bilmir axı. Ondur da bu. 5-ci sinif uşağı da axı son. Axmaq. Bura bax bir dənə. Pasına bax bir dənə sonu. Messi uzaqlaşdırdı. Arnold. Van Dijk. Pas atdım. Phil Foden. Van Dijk Foden'a. Qəşəng. Van Dijk. Ayda. Van Dijk gəl. Oğlu eşek. Saxlama da. Yarım saatində bunu gözləyəcəyik ki, nə var? Xan. Nəysə, gözləyim. Müdafiəyə uzun boyları yığacaq indi. Yığacaq ki, mən qol vura bilməyim. Neynəsin bu da utsun. Nəysə, heç nə olmaz. Bir dənə comeback ata bilsəm. Sonrası 1 puan belə bəsdir. Bax indi. Uzun boylara bax indi orada. Ora bax. Donuz boydadılar. Kaldırdım. Ölmüşdü də. Frank Anaya. Rəxit Anaya. Ayda yox. Ay neynir bu? Qəşəng. Pas atdım. Çatda. Uduzdu mu? Nə? Qal. Attım. Foden. Messi. Niyə saxlayırsan? Nəysə. Bu oyunda uduzluq heç nə olmaz. Bir oyun uzmanla heç nə olan deyil. Nəysə. Bu menajeri dəyişdirəcəm. Menajerin əlinə heç nə eləyəmirəm. Səviyyə aldığınızlar. Mən birinci növbədə sonu dəyişdirəcəm. Son bütün oyunu koruyur. Heç nə eləmirsən. Mesela 1 puan kaybettik. Birinci növbədə sonu dəyişdirdim. Sözləşmə. Standart oyuncu listesi. Standart da bir daha oyun salsam olar. Deməli. Qapçı lazım deyil. Ronaldo var. 81. Ronaldo'nu alım. Kafa da atabilir.
Neyse, mən bunu yüksəldərəm. Neyse, Ronaldonu aldım. İndi bunu yüksəldək. Nəyi var? Hər şeyi basaq Ronaldoya. Ronaldonu gördüm, dayanamadım. Aldım Ronaldonu. İndi gedək yüksəldək Ronaldonu. Takımım. Oyuncular. Ronaldo. Hər şeyi basaq Ronaldoya. Şurada nə var? Hamısını bastım. Nasıl olacaq bilmirəm. 97 olsa yaxşı. Nə, elə 91. Neyse, görün başqa nəsə basa bilirəmsə. Oyuncu ilerləməsi. Hə. Bu nədir? Ofansif farkındalıq, top kontrolü. Neyse, bu lazım deyil. Bitiriciliyi yaxşıdır. Kafası. Kafa hanı kafa? Kafaya necə verim burada? Dəqiqə. Doksan bir. Bundan bir dənə belə. Mən nə yaşıram? Kafa. Kafamı maxladıq. Belə də pis deyil. 90 oldu ama işin olmaz. Yaxşıdır. Belə. Ronaldo'dan qoyuram hücuma indi. Sonra rədd eləyirəm. Sonu almağıma peşman oldum. Allah hamd olsun deyirəm. Çox pis oldu. Olsun. Boyu da çox balaca. Kafa da yoxdur. Bax, bir də kadro şeydəkilərdən Ronaldo'nu götürüm. Attım sonun yerinə. Menajer də dəyişdir. Bu nədir axı? Deyirəm axı mən niyə belə aşağı dərəcə ilə oynayıram. Diziliş yox. Oyun tarzını dəyiş. Uzun topla kontra. 2500'ə qalxdıq. Bura bax bir dənə 99 oldu. Messi, Foden. Bura bax bir dənə. Oydo, mən bunu niyə eləmirdim? Bunun nəyə güclüdür deməli? Menajer bilgiləri. Uzun açıqdan yoxlayaq bir də. Belə baxaq görək. Quşu. Xoşuma gəldi. Bir dəfə də yoxlayaq. Açıqda. Yenə eyni şey olur. Neyse, belə yaxşıdır belə. Xoşuma gəldi. Deməli, nəysə. Bu videoda bu qədər olsun uşaqlar. Deməli, nostaljidən də asaq bunları. Sonra videonu bağlayaq. Nostaljidən asaq yox. Kariyer dərslərindən bunları yığdıq. Uşaqlar, bu video bu qədər olsun. Deməli, bu nədir adı? 30-cu il üçün bunlar deməli axı şey verəcək, bildizlərlə. Onu həm shorts videosunda paylaşacağam, həm də uzun video olaraq çəkəcəm onu. Uzun video olaraq çəkəndə bu videoya abunə olun. Ümumiyyətlə abunə olub like atmağı unutmayın. O videoya da like atarsınız. Sizin bildiyiniz, mənim bilmədiyimiz nəsə varsa yoruma da yaza bilərsiniz. Sağ olun, salamat qalın.